Bugünkü mövzumuz uşaqlıq boynu eroziyaları haqqındadır. Uşaqlıq boynu eroziyaları uşaqlıq boynunun xoş xassəli dəyişikliyidir. Lakin uzun müddət diqqətsiz qalınarsa, o zaman uşaqlıq boynunun ən təhlükəli xəstəliyi olan uşaqlıq boynu xərçənginin yaranmağına səbəb ola bilər. Əziz xanımlar, əgər ginekoloji müayinə zamanı həkiminiz uşaqlıq boynu eroziyasını aşkarlayırsa və anamnezinizdə keçirilmiş hər hansı bir infeksion xəstəlik varsa, o zaman uşaqlıq boynu eroziyasının ən qısa zamanda ətraflı müayinəsi, pap smear analizinin və kolposkopik müayinənin olunması tövsiyə olunur. Uşaqlıq boynu eroziyası yalnız ginekoloji müayinə zamanı təyin edilir. Əsas simptomları cinsel əlaqə zamanı kontak qanamanın olması, aybaşı arası qanamanın olması, aybaşı miqdarının uzun müddətli aramsız davam etməsi uşaqlıq boynunun ginekoloji müayinəsini gərəkdirə bilər. Aşkarlandığı zaman da ətraflı müayinənin olunması mütləqdir. Uşaqlıq boynu eroziyasının əsas yaranma səbəbləri uzun müddətli kontraseptivlərin qəbulu, mikrotravmalar, abortların olması, cinsi yoldan yoluxan infeksiyaların varlığı, uzun müddətli axıntının olması zamanla uşaqlıq boynu eroziyasının yaranmağına səbəb olur. Əsasən anamnezində humipapilloma virusu pozitiv olan pasientlərdə uşaqlıq boyunda eroziya aşkarlanarsa, pap smear analizinin və kolposkopik müayinənin nəticəsində əsasən uşaqlıq boynunun eroziyasının vaporizasiya olunması tövsiyə olunur. Əziz xanımlar, uşaqlıq boynunun eroziyası aşkarlanıbsa və kolposkopik müayinə zamanı həkiminiz şübhəli sahələr aşkarlayırsa, biopsiyanın verilməsi də bu pasientlərdə tövsiyə olunur. Əziz xanımlar, bizimlə hər zaman sağlam və özgüvənli olun.